Əli əleyhissalam Bəsrədə xutbə oxuyur, bu cümlə ilə başlayır xutbəni. Buyurur: "Əl-muddətu və intalət qəsirə." Buyurur: ömür müddəti uzun da olsa çox qısadır. Yəni bir adama ən uzun ömür verilsə belə, yenə də zaman qısadır, müddət çox qısadır. Nə qədər ömrün uzun olursa olsun, yenə də qısadır, uzun deyil. Kim zamanın qısa olmasını anlamasa, zamanı tanımayıb. Bizim ixtiyarımızda çox qısa bir zaman var, bunu anlamağımız lazımdır. Zamanı tanımağa bundan başlamalıyıq ki, ömür çox qısadır, həddən artıq çox qısadır. Zaman mahiyyət etibarı ilə qısadır. Bundan başlayır xutbəsini Əli əleyhissalam. Söhbətini bundan başlayır ki, ömür ki bizə verilib, çox uzun görünsə də, əslində çox qısadır. Çox az bir müddətdir, qısa bir müddət. Dalıca da danışdığı sözlər hamısı zamanın qısa olmasının nəticəsidir. Buyurur: "Vəl-mazi lil-muqim ibrə." Buyurur, bu zamanı həyatı tərk eləyən qalanlar üçün ibrətdir. "Vəl-meyyitu lil-hayyi izə." Buyurur, ölülər dirilər üçün moizədir. Ölənlər, dünyadan köçənlər. "Leysə li-əmsi məda avdə." Buyurur, keçən günü qaytarmaq olmur, mümkün deyil. Nə qədər qüdrət sahibi olursan ol, keçən günü qaytara bilməzsən. Dünən üçün qayıdış yoxdur. Bir saat üçün qayıdış yoxdur. Zaman qayıda bilməz. Zaman getdikcə gedir və heç cür onu qaytarmaq olmur. "Vəl mər'u min qədin siqa." "Və kullun li kullin mufariq və kullun bi kullin lahiq." Buyurur ki, hamı hamıdan ayrılacaq. Sonra da hamı hamıya qovuşacaq. Hamı hamıdan ayrılacaq. Gördüyün hər kəsdən ayrılacaqsın. Sonra birləşəcəksiniz, artıq bu aləmdə yox. Zaman səni hamıdan ayıracaq, sevdiklərindən ayıracaq, gördüklərindən ayıracaq. Ayrılıq yeridir, qısa bir zamandır. Az bir müddət bir yerdə yaşayırıq, sonra hamı hamıdan ayrılır. Hamı əbədiyyət mənzilinə tərəf gedir. Bunların hamısını danışır və bir yerə çatır, Əli əleyhissalam ağlayır. Göz yaşını saxlaya bilmir. Xutbənin bu yerində "Thumma dama'at ayna və qara'a." Sonra ağladı və bu ayəni oxudu. "Və inna aleykum lahafizin kiramen katibin ya'lamuna ma tef'alun." Ondan sonra dedi, Allah sizin üçün gözətçilər təyin eləyib, mələklər. Möhtərəm katiblərdir, yazırlar. Bilirlər elədiklərinizi. Yəni, bu qısa zamanda əməl sənə qalacaq. Bu qısa zaman ərzində elədiyin əməllərlə əbədiyyət qazanmalısan. Fürsət bir göz qırpımında keçir. Bu göz qırpımında keçən fürsətdə əbədiyyət qazanmalısan. Əbədi həyata lazım olan hər şeyi təchiz eləməlisən, təmin etməlisən. Bu qısa zamandan insana qalan əməl olacaq. Əli əleyhissalam çox xutbələrinə baxın, zamanın qısalığından, fürsətin azlığından danışır. Nə qədər ömrün uzun olacaq, Nuh Peyğəmbərdən çox yaşamayacaqsan. Quranda açıq Allah buyurur ki, 950 il Nuh əleyhissalamın təbliğ dövrüdür. Həzrəti Nuhdan soruşdular, ömür nə qədər oldu? Dedi, bir qapıdan bir otağa girib o qapıdan çıxmaq qədər. Heç oturma, elə bil ki bir qapı, otaqda iki qapısı var. Girdim buradan, oradan da çıxdım. Bir qapıdan daxil olub, digər qapıdan çıxmaq qədər. Həzrəti Nuhun ömrü bu qədərdir. Bizim əsas səhv düşüncələrimizdən biri budur ki, ömrü uzun sayırıq. Ömrü uzun sayırıq. Bizim şuuraltımızda bu yazılıb ki, ömür uzundur, elə düşünürük, elə yanaşırıq ömrə. Şeytan bizi çox vaxt bununla alladır ki, hələ vaxt çoxdur. Şeytanın ən böyük hilələrindən biri zamanı uzadır bizim gözümüzdə, böyüdür bizim gözümüzdə.
Mən bunu dəfələrlə bu xütbələrdə demişəm ki, biz çox şeylərə baxışımızı dəyişməliyik, yanaşmağımızı dəyişməliyik. Bizim bir çox problemlərimiz yanaşmamızın, baxışımızın səhvliyindədir. Bizim bir çox problemlərimiz bundan qaynaqlanır. Az adam var ki, həqiqətləri olduğu kimi görür. Həqiqətlər bizim gözümüzdə əyri güzgüdə olduğu kimi təhrif olunur. Biz çox şeyə düz yanaşmırıq. Biz insanların əsas problemlərindən biri məsələlərə doğru yanaşmağımızın olmamasıdır. Yanaşmamız səhvdir. Baxışımızı dəyişməliyik bir çox şey. Bu balaca bir iş deyil ki, Peyğəmbərin duasıdır. Allahümmə ərinil əşyaə kəmahi. İlahi, hər şey mənə necə var elə göstər, olduğu kimi göstər. Heç nəyi səhv görməyim, necə var elə başa düşüm, elə dərk eləyim. Bizim baxışlarımız bizi bədbəxt eləyir. Bizim baxışlarımız həyata səhvdir, kökündən səhvdir. O baxışlarımızı islah eləməliyik. Baxışımız deyir ki, başqaları xoşbəxtdirsən, bədbəxtsən. Bizim baxışımız deyir ki, mənim yüküm ağırdır. Bizim baxışımız çox şeylərdə bizi azdırır. Elə bilirik, neymətlərimiz azdır, dəyərləndirə bilmirik. Mənfi şeylərə diqqətimizi yönəldir, müsbətləri görmürük. Bu baxış səhvləri damısı. İlk növbədə mömin insanın baxışı düzəlməlidir hər şeyə. Baxış düzəlməsə, əməl heç nə. O dəyirman daşını dövr elətdirən uzunqulağa üzr istəyirəm bənzədiblər bəsirətsiz insanları hədislərdə. O elə bilir, hərəkət eləyir, amma yerində fırlanır. Baxışı səhv olan adam, bəsirəti olmayan adam, düşüncəsi kasad olan insan, həyatı düzgün tanımayan insan. Baxışlarımızı düzəltməliyik. Və baxışımızı düzəltməyə bundan da başlamaq olar ki, ilk növbədə yaşadığımız bu müddət, zamanı qısa hesab eləyək, qısa bilək. Riyazi hesablamalarla bu nəticəyə gələ bilərik. Əbədiyyətlə müqayisə ilə, əbədiyyət ki bizi qarşıda gözləyir, ömrü onunla müqayisə ilə, sıfırdır, sıfır. 80 il ömür verilib, tutaq ki sənə ən çoxu indiki zamanda. Əbədiyyətdən 80 ili çıx, nə qalır? Əbədiyyət qalır. Əbədiyyətdən heç nəyə çıxmaq olmur. Əbədiyyətin müqabilində hər şey bir göz qırpımıdır, bir andır. An olaraq ötüb keçir. Sənə uzun gəlir, sənin qayğıların, sənin problemlərin. 100 il bundan qabağa qayıdasan, 100 il bundan qabaqki insanlardan əsər əlamət yoxdur. Çıxıb gediblər bütün problemləri ilə, qayğıları ilə. İndi onların evlərinə, viranələrinə baxırsan, sənin üçün adi gəlir. Amma o öz zamanında elə bilirdi ki, hər şey indi həll olunmalıdır. Çox qısa, çox keçici bir dünyada yaşayırıq. Bunu qəbrin əvvəl gecəsində, qəbrə bizi qoyub cəmaat gedəndə, hamımız o gün gözləyir. İlk başa düşəcəyimiz şeylərdən biri budur ki, nə az qaldıq biz dünyada. Quranda da var, hədislərdə də var ki, insan deyəcək, bir gün qaldım, az qaldım dünyada. Əleyhissalam indidən bizə xəbər verir və əl-müddətu intalət qəsirə. Müddət nə qədər uzun da olsa, 100 il ömür versə çox qısadır. Əleyhissalam bizə xəbər verir, özü zaman şunasdır. Biz niyə görmürük zamanın qısa olmasını? Niyə görə biz görmürük? Biz çünki qəribə varlığıq. Qəribəliyimiz də bilirsiniz nədədir? Arzumuzu gerçəklik kimi qəbul edirik. Biz arzu edirik ki, ömrümüz uzun olsun. Arzumuz gerçəkliyə çevrilir bizim üçün. Elə bilirik ki, ömür uzundur. Biz arzu edirik, çox yaşayaq, çox qalaq, əbədi qalaq. Elə bilirik, doğrudan da sonsuzdur. Arzular. Arzular bizi həyatın qısa olduğunu bizə unutturur. Bizim bitib tükənməyən arzularımız, istəklərimiz. Qısa zamanı arzularımız uzadır. Mən bir 70 yaşında kişi tanıyırdım ki, o danışmağa başlayanda, o planlarından danışanda elə başa düşürdüm ki, bu insan elə zənn edir ki, 1000 il hələ yaşayacaq. Həqiqətən özüm şahid olmuşam. Artıq ürəyi xəstə idi, yaşlı bir kişi idi, arzuları bitib tükənmirdi. Axırda elə 1-2 ildən sonra da dünyasını dəyişdi. Arzular uzun göstərir həyat adama. Əl-amal hicabul acal.
Hədisdir. Buyurur, arzular əcəlin hicabıdır. Son. Əcəl nə deməkdir? Son. Elə bir otaqda yox. Bir dənə qalın pərdədir. Pərdənin arxası da dərhal divardır. Pərdə bizə bildirmir. Biz elə bilir otaq böyüdür, gedirik, birdən başımız dəyir divara, ayılırıq ki, çox balaca yeriymiş bu. Ölüm bəzilərini belə haqlayır. Elə bilir hələ müddət çoxdur, birdən ayılır ki, bitdi, sondur. İndi dəvət edirlər ki, gəl görək neynədin. Ona görə əleyhissalam o yerə çatanda ağlayır. Ki, qısa bir müddət ötür keçir və sonra əməl qalır ortada. Arzulardan insan azad olsun ki, həqiqəti olduğu kimi dərk eləsin. Ona görə gərək uşaqlıqdan uşağı arzular aləmindən çıxardasan. Uşaq xəyalpərəst olar, təbiidir. Amma yavaş-yavaş onu reallığa qaytarasan. Reallıq aləminə. Gənclərə dəfələrlə dedim Ramazan ayında, gənc oğluna Həzrət Əli nəsihət eləyir. Deyir ki, arzularına çatmayacaq bir şəxsə məktub yazıram. Yəni sən, ey oğlum, arzularına çatmayacaqsan, arzularını qısa elə. Çox uzun arzularla başını qatıb ömrü uzun hesab eləmə. Çox həddən artıq bəzi şeyləri istəmə. Hey fikirləşmə könül bağladığın şeylər haqqında. Çünki arzular baxışları dəyişir. Arzu ürəyə girdiyi viran qoyur qəlbi. Baxışları dəyişir. Gənclər görürsən, ideal ailə arzulayır. İdeal ailə. Çox pulum olsun. Çox filan mövqeyim, məqamım olsun. Hörmətli olun, filan olun. Bu şeyləri çox arzulama. Bunu deyəndə deyirlər, o zaman gənclər passivləşər axı. Nə eşqlə bu işləri görsün, bir halda bunları arzulamasa, necə oxusun, necə işləsin, əgər bunun arzuları olmayacaqsa. Gəncləri aşılamaq lazımdır ki, Allah eşqini oxusunlar, Allah eşqinə işləsinlər. Onun hərarəti daha artıqdır. Onda yorulmur insan. Qısa müddətli karyeralar üçün, arzular üçün yaşamayın, ali hədəf üçün yaşayın, həmin işləri yenə görəcəksiniz. Daha əzmlə görəcəksiniz, daha qətiyyətlə görəcəksiniz. Daha da həvəslə görəcəksiniz. Arzular qoymur, elə bilir 100 il yaşayacaq bu dünyada, elə həvəslə bunu abad eləyir ki, elə bil 1000 il qalacaq. Hədislərdə var, Həzrət İsa deyir ki, dünyada süvarilər kimi olun. Elə bil yol gedirsiniz, dayanmayacaqsınız. Elə bil bir şəhərə getmirsən, bir gün bir oteldə sənə ev veriblər, nə qədər çalışacaqsan onu abad eləmək. Bir gün qalıb çıxıb gedirəm. Belə yanaş dünyaya. O qədər düşünürük hər şey ki, bunun hər şeyini düzəltməliyik. Sanki 1000 illərlə burada yaşayacaq. Bu arzularımız bizim başımızı qarışdırır, səhv yanaşırıq həyata. Pul oldu, nə yaxşı, olmadı, nə yaxşı. Olmadı, olmadı. Faciə baş verməyib. 50 il fəqir yaşayaram. 50 il ehtiyac içində yaşayaram. 50 il. Çox qısa müddət. Emosiyalara qapılıb hisslə yaşamayaq həyatı. Həyatın reallığını dərk eləyək. Hissə qapılan insanlar həqiqəti təhrif eləyir gözlərində. Səhv görünür hər şey. Həqiqət də budur ki, zaman qısadır. Bəziləri evlilik məsələsində o qədər həssas yanaşırlar, o qədər xırdaçılıq eləyirlər. Danışanda da deyir, mən bir ömür bununla yaşayacağım. Elə də ağız dolusu bir ömür deyir ki, gör ki, bir ömür nə qədər? Bir ömür. Bir ömrü belə bir intonasiya ilə, vurğu ilə demə, bir ömür, bir böyük bir müddətdir. Mən demirəm, təhqiq eləməsin, insan ailə quranda araşdırar, baxar, seçər. Amma bu qədər də xırdaçılıq eləyəsən ki, mən bir ömür yaşamalıyam, gərək ideal bir adam tapım, bu mümkün olmayan bir şey. Qısa müddət bundan qalacaqsan, çox başına döymə, mən səhv seçim elədim, səhv eləmirsən, eləmirsən. Onun nöqsanları sənin təkmilləşməyin üçün. Allah onu sənə imtihan vasitəsi göndərir. Onun səhvləri də olacaq, sənin də səhvlərin olacaq. Bu qısa bir imtihan dünyasıdır. Ay, mən niyə seçimimi düz eləmədim? Bir ömür oturum, hələ həsrət çəkim ki, mən buna çox əhəmiyyət verməyəsən, kiçik baxasan, boş verəsən bu məsələlərə. Az bir müddət biri ilə yaşayacaqsan, yenə də deyirəm, düşün, təhqiq elə, amma çox da xırdaçılığına getmə. Bir ömür deyib şişirtmə. Bir ömür çox sürətlə keçib gedəcək. Nə olar, bəzi pis xasiyyətlərinə də səbr eləyərsən, inkişaf eləyərsən, qabağa gedərsən. O da sənə səbr eləyər. İnsanlar bir-biri ilə imtihana çəkilir əslində.
Uşaqsan, uşaq yanaşması ilə baxırsan həyata. Keçən dəfə də dedim, dəfələrlə demişəm, psixoloqlar da bunu təsdiq edir ki, uşağın ən əsas xüsusiyyətlərindən biri budur ki, uşaq zamanı tanımır. Deyim, mənə oyuncaq al. Deyirsən ki, sabah alaram. Sabah 10 dənə oyuncaq alaram, bugün vaxtım yoxdur. Deyir, yox, sabah elə bilir, yəni heç vaxt. İndi al, indini başa düşür. Yəni ancaq indi mövcuddur. Anlamır, nə qədər başa salırsan sabah məfhumu yoxdur onun üçün. Vallah, billah deyirsən sabah alacam, deyir, yox, indi. Onun üçün indi var ancaq. Zaman haqqında təsəvvürü yoxdur. Bir yaş böyüyür, deyirsən sabah alacam, başa düşür, deyir, hə, yaxşı, sabahacan dözə bilir. Amma deyirsən bir ay sonra alacam, deyir, yox, bir ay bilmir nədir. Bir ay yəni heç vaxt elə başa düşür. Biraz da böyüyür, məsələn, bir ilə razılaşmır. Bir il anlamır nədir. Amma insanların çoxu 16-17 yaşa qədər böyüyür. 16-17 yaşdakı təfəkküründən o yana gedə bilmir. İndi Allah da başa salır ki, istədiklərinin çoxunu 50 ildən sonra, 60 ildən sonra, öləcəksən, öləndən sonra verəcəm, deyir, yox, indi. Başa düşmür, anlaya bilmir. Cəmaatın çoxu böyüyür 15 yaşına qədər. Allah nə qədər başa salır ki, filan şeyi öləndən sonra verəcəm sənə, 50 il səbr elə, tez keçəcək, darıxma, anlamaq istəyir. Rahatlıq istəyirsən, rahatlıq qəbirdə. Qəbirdən başlayacaq əbədi olaraq, öz əlində də o rahatlıq. Əbədi rahatlıq gözləyirsən, narahat olma, 50-cə il səbr elə, deyir, yox, istəmir. Başa düşmür, zamanı dəyərləndirə bilir ki, qısa bir müddətdir. Ləzzət istəyirsən, sonsuz ləzzət. Ölümdən sonra elə bir ləzzət başlayır ki, bitib tükənmir. Keçən dəfə dedim, axirət həyatının gözəlliyi bu cüzdədədir ki, adam düşünəndə sevinir, şadlıq insanı bürüyür. Axirət həyatı belədir ki, mesela bugün yaşayırsan, dəqiq bilirsən ki, sabah bugündən yaxşı olacaq. O birisi gün ondan yaxşı olacaq. Yaxşı ola gedəcək, yəni bir yerdə dayanmayacaq. Ləzzətlər arta, özü baxırsan, sonunda görmürsən. Bir anlıq təsəvvür edin, gör bizi nə üçün yaradıb Allah, hara üçün yaradıb. Ya bunlar nağıldır, bunlar boş sözdür, yox. Əgər iman gətirmişiksə buna, ki Allah bizi əbədi varlıq olaraq yaradıb, o əbədi ləzzətləri hey vəd eləyir Quranda, danışır bizə ki, bəlkə biz o zamanı görməyək. Deyək ki, məsələn, 50-60 ildən sonra bu neymətlər gələcək bizə tərəf. Yaxşı olduqca yaxşı olur. Dəqiqələr bizim xeyrimizə işləyəcək. Həmin bu qəddar zaman orada bizim dostumuza çevriləcək. Dünyada fürsətləri alan zaman orada fürsət verməklə məşğul olacaq bizə. İnsanlar çoxu anlamır, deyir, indi istəyirəm gedir günaha tərəf. Halım yoxdur 50 il gözləyəm, da bilmir ki, 50 il tez keçəcək. O saçı ağarmış ağsaqqallar dünən sənin kimi idilər. Mən özüm deyirəm, özümə baxıram, deyirəm, dünən idi elə bir küçədə uşaq idi, o oynayırdı. Dünən idi. Uşaq adama ata deyəndə adam təəccüblənir ki, yəni belə zaman gəldi, keçdi, adam öyrəşə bilmir, çox sürətlə keçəcək, bir göz qırpımında keçəcək, biraz səbir lazımdır, bunu anlamaq lazımdır ki, bunun bütün çətinlikləri, problemləri, məhrumiyyətləri hamısı ötüb keçəcək. Gözəlliklər, əbədiyyət, əbədi neymətlər səni qarşıda gözləyir. Bir gün gələcək axirətdə ləzzətdən başın açılmayacaq heç. Sən bunun üçün yaranmısan. Allah nəuzubillah xəsis deyir ki, səni ləzzətdən məhrum eləsin. Allah səni cənnətdə yerləşdirəcək, ləzzətdən bir dəqiqə başın açılmayacaq. İşin ləzzət almaq olacaq, işin adı olacaq. Ləzzət. Amma o dərk olunmayan bir ləzzət. Və bir çox hallarda valideynlər günahkardır ki, uşaqlara uşaqlıqdan bunu aşılamırlar, anlatmırlar. Elə hey tərifləyir, səni bir yerə aparacam ki, ora filandır, uşaqda lazım olduğundan artıq həvəs yaradır. Ata uşaq atadan bir şey istədi, alınmadı. Ana gərək sakitləşdirsin ki, alınmadı. Boş şeydir, olmasa da olmaz. Amma uşaq baxır, görür, ana ata ilə dalaşır ki, filan şeyə söz vermişdin, indi niyə eləmədin? Elə bil ki, yəni bu dünyanın o məsələlərini şişirtmək kimi uşağın gözündə. Uşaq belə bir şəkildə tərbiyə alır.
Zaman qısadır və zamanın qısalığını dərk eləmək üçün qəlbi təmizləməyimiz lazımdır. İnsan arzulardan özünü azad eləsə, istəklərdən azad eləsə, zamanın qısalığını dərk edəcək. Sən uzun arzular, planlar qurduğun vaxt əcəl dalınca qaçır, əcəl dalınca gəlir. Və gələn kimi rəhm eləməyəcək. Baxmayacaq sənin nə qədər arzun qalıb, qoy buna fürsət verək. Bu Avropa ölkəsinə gedəcək hansınasa, orada kef eləmək istəyirdi, əcəl gəlsin desin yazıqdır. Bilet də alıb, gedəcək sabah. Qoy buna möhlət verək, getsin, kefini çəksin. Ona baxmayacaq o, baxmayacaq. O arzularına baxmayacaq, səni gəlib haqlayacaq, o vaxtda da vidalaşası olacaqsan, zamanla sağollaşmalı olacaqsan. Adam Məkkəyə gedir, 20 gün qalır, bir də görürsən, bir göz qırpımı Məkkə ziyarəti bitdi. Peşmançılıq qalır ki, nə istifadə eləyə bilmədim. Mübarək Ramazan ayı gəlir, birinci günüdür, bir görsən Qədir gecəsi gəldi. Ay bitdi, peşmançılıq ki, mən dəyərləndirə bilmədim bu ayı. Ömür də belə keçəcək bir Ramazan ayı kimi, bir Məkkə ziyarəti kimi. Əvvəldən biləsən ki, elə o Məkkə ziyarəti qədər qısadır. Həccəcada gedənlər, burada həcc ziyarətində olanlar, Kərbəla ziyarətində olanlar, o mübarək yerləri görənlər bilirlər ki, nə qədər sürətlə zaman keçir, getdiyindən qayıtdığın bir olur. Həyat da belədir. Həyatın xüsusiyyəti budur.